Yevlax rayonunda 1985-ci il təvəllüdlü Tural qısqanclıq zəminində 10-cu övladına hamilə olan Səmayyəni öldürməyə cəhd edib. Teleqrafın əldə etdiyi xəbərə görə o hamilə qalan arvadının başqa bir kişi ilə sevgi münasibətindən şübhələnib. 2024-cü il avqustun 12-sində təxminən saat 9 radələrində o Səmayyəyə bankdan pul krediti götürmək istədiyini, onunla birlikdə banka getməli olduğunu deyib. Birlikdə evdən çıxaraq piyada Yevlax şəhərindəki bank filialına gəliblər. Arvadına kredit götürə bilməyəcəyini deyib, piyada evlərinə doğru qayıdıblar. Dəmir yolu xəttinin yaxınlığına çatanda ər-arvad qısqanclıq üstündə mübahisə ediblər. Tural qəflətən gizlətdiyi bıçaqla ona yaxınlaşan azyaşlı övladının gözü qarşısında arvadına zərbələr vurub. Bıçağı əyildiyini görəndə onu yerə ataraq sınmış şüşə qabını parçasını əlinə götürüb, hadisə zamanı qadın ümumilikdə 11 xəsarət alıb. Dərhal xəstəxanaya çatdırılan yaralıya tibbi yardım göstərilməsi nəticəsində həyatı xilas edilib. İstintaq orqanı tərəfindən Turalın barəsində Cinayət Məcəlləsinin 29.120.2.4 xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd, 29.120.2.8 təqsirkar şəxs üçün aşkar surətdə hamilə vəziyyətində olan qadını öldürməyə cəhd maddələri ilə ittiham elan edilib. İş üzrə ifadə verən Tural deyib ki, özünü Cinayət Məcəlləsinin 126.1-ci qəsdən sağlamlığa zərər vurma maddəsi ilə təqsirli bilir. Turalın sözlərinə görə arvadına qonşu evinə getməməyi tapşırıb. Amma o buna məhəl qoymadı, hadisədən əvvəl qonşuluqda yaşayan şəxsin evinə getdi. Mən də onun niyyətini səhv başa düşdüm. Həmin vaxt sərxoş idim. Qısqanclıq zəminində aramızda mübahisə oldu. Mənim və atamın ünvanına nalayiq ifadələr işlətdi. Bu səbəbdən əlimdə olan metal alət və şüşə qabını parçası ilə ona xəsarət yetirdim. Arvadımı öldürmək niyyətim olmayıb deyə o ifadəsində göstərib. Tural həmçinin ifadəsində göstərib ki, ibtidai sınaq zamanı ifadə verərkən huşu özündə olmayıb. Məhkəmədə Turalın ibtidai sınaqa verdiyi ifadəsi də araşdırılıb. O həmin ifadəsində qeyd edib ki, təxminən 20 il əvvəl xalası qızı Səmayyə ilə qeyri-rəsmi ailə həyatı qurub. 4-5 il əvvəl rəsmi nikaha daxil olduq. 9 övladımız var. Əvvəllər aramızda heç bir mübahisəmiz olmayıb. Hadisədən 3-4 ay əvvəl Səmayyənin mənə xəyanət etməsindən şübhələnməyə başladım. Bəzi gecələr yuxudan qalxanda arvadımı evdə tapmırdım. Bir neçə saat sonra evə gəlirdi. Səhəri gün harada olduğunu soruşanda məsələnin mənə adiyyəti olmadığını bildirirdi. Nə üçün bu cür hərəkətlər etdiyini soruşduqda isə şəxsi həyatı olduğunu söyləyirdi, deyə o ifadəsinə əlavə edib. Təqsirləndirilən şəxsin sözlərinə görə Səmayyə hamilə olması barədə hadisədən 20-25 gün əvvəl ona məlumat verib. Mənim başqa birindən hamilə olmasından şübhələndim. 2024-cü il avqustun 11-də gecə saat 4 radələrində yuxudan oyananda arvadımı yanımda görmədim. Çölə çıxıb onu səslədim. Hasarın üstünə çıxdıqda arvadımla qonşumuzu gördüm. Ondan orada nə etdiyini soruşdum. Mənə heç bir adiyyəti olmadığını bildirdi. Əsəbləşərək hasarı o tərəfə açdım. Arvadım qonşu ilə birlikdə onun evinə girib qapını bağladı. Mən də məcburən öz evimə qayıtdım. Bir saat sonra arvadım geri qayıtdı. Ondan hansı səbəbə qonşunun evinə getdiyini soruşdum. Əhmədlə münasibətinin olduğunu dedi. Arvadımı öldürmək qərarına gəldim. Polad metaldan olan məftili biz formasına gətirdim deyə Tural ifadəsində
göstərib. Tural qeyd edib ki, avqustun 12-sində gecə saat 3-4 radələrində yuxudan oyandıqda Səmayənin yenə də evdə olmadığını görüb. Saat 6 radələrində arvadım evə gəldi. Haradan gəldiyini soruşdum. Əhmədin evində olduğunu dedi. Həmin gün bankdan kredit almaq adı ilə arvadımla birlikdə getdik. Evə qayıdarkən saat 10 radələrində dəmir yolu xəttinin yaxınlığında biz formalı polad metal alətlə Səmayənin kürək nahiyəsinə 2, boğaz nahiyəsinə 1, sol ayağının yuxarı ətraflarına isə bir zərbə vurdum. Biz əyildiyindən onu yerə tulladım. Bir qadının arvadıma zərbə vurmaqda məni çəkindirməyə çalışdı. Təsadüfən orada olan 7 yaşlı oğlum da hadisəni gördü. Yerdən sınmış vəziyyətdə olan şüşə materiallı butulkanı götürdüm. Arvadımın sifətinə 2 zərbə vurdum. Arvadımın öldüyünü düşündüm və könüllü olaraq polis şöbəsinə təslim oldum deyə təqsirləndirilən şəxs ifadəsində belə yekun vurub. İş üzrə zərər çəkmiş Səmayənin sözlərinə görə həyat yoldaşı Tural ispirtli içkiyə meyilli olub 3-4 gündən bir ispirtli içki qəbul edib. Sərxoş olanda qısqandığına görə mübahisə edir, bəzi hallarda məni döyürdü. O evə sərxoş vəziyyətdə gələndə dava dalaş olmaması üçün ya qaynanamgilə ya da qonşu evinə gedib gözləyirdim. Hadisədən 4-5 gün əvvəl ərim evə sərxoş gəldi. Davadalaşın olmaması üçün sakitləşənədək çölə çıxdım. Qonşuların evinə getdiyimə görə ərim məni qısqanır, aramızda mübahisə olurdu deyə Səmayə ifadəsində göstərib. Zərərçəkmişin ifadəsinə görə avqustun 12-sində səhər saat 9 radələrində əri ona nağd pul krediti almaq adı ilə banka getməyi təklif edib. Bankdan evə qayıdarkən dəmir yolu xəttinin yaxınlığında ərim biz formalı alətlə qəflətən kürək nahiyəmə bir zərbə vurdu. Turala müqavimət göstərməyə başladım. Təsadüfən azyaşlı oğlum da oradaydı. Oğlumdan kömək istədim. O da küçədə adam çağırdı. Tural mənə zərbələr vuranda məni öldürmək istədiyini deyirdi deyə Səmayə ifadəsində göstərib. Səmayə bildirib ki, hadisə baş verən zaman təxminən 9-10 həftəlik hamilə olub. Bir ay əvvəl bu barədə ərimə məlumat vermişdim. Aldığım xəsarətlərlə əlaqədar xəstəxanada əməliyyat olduqda bətnimdəki döl düşdü. Əhməd bizimlə qonşuluqda yaşayır. Onunla aramızda hər hansı münasibət olmayıb. Gecə yaşadığım evi tərk etməmişəm. Əhmədin arvadı ilə aramızda normal münasibət olub, bir-birimizin evinə gedib gəlmişik deyə Səmayə ifadəsinə belə yekun vurub. İş üzrə şahid qismində danışan Əhmədin sözlərinə görə Səmayə ilə hər hansı sevgi münasibətində olmayıb. Avqustun 11-də və ya bundan əvvəlki günlərdə gecə vaxtı Səmayə mənim evimə gəlməyib, Tural da arvadı ilə məni birlikdə görməyib deyə o ifadəsində qeyd edib. Bu cinayət işinə Şəki Ağır Cinayətlər Məhkəməsində baxılıb, Tural 11 il 3 ay müddətə azadlıqdan məhrum edilib, onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.